Selamu aleyke ya garibe Selamu aleyke ya Rukayyete bintel Ben bir kızayım, Rükeyye adım, Yar-ı Zeynep'im. Kabrinde yatmışam, yine gamhari Zeynep'im. Abbas Emim atama alemdar olup beni viran serade men de alemdari Zeynep'e can ayrı geye sana bu yaza gelenlerin canı kurban olar hanım. Yattı koşun, kesildi ses, saya çekildi devreden, aşamı garibane gelen çıktı rügeye hayaliten, nisfi şikeste hıymeden, Aşura gününde emir verildi hıymelere hücum edeyim. Tüm balalar kaçtılar çöllere, hansı halda başı açık, ayak yalın, camesi köhne pirehem, Qətligaha tərəf qaçır, yer kimi titrəyir bədən. Rüqəyyə belə qaçır xeymədən, qətligaha tərəf. Hər qədəm atdıqca ağlayır deyir, ey baba Yüreğin dağına kurban olan yar geyre, ay bu gece Şam-ı garibane gelen, ay neçe gün İmam Hüseyin ağanın matemin saklayan, ele yana yana dedi harda sana yataya. Onda gördü bir ses geldi kulağına, Guşeyi qətligahine nagah işitdi bir səda. Allah ne sestir? Gördü bir ses gelir. Guşeyi qətligahine nagah işitdi bir sədaya. Cezbe bu qanlı erseni sinemin üstüne gel bana, Rükeyye bana. Gel sineme bana Rükeyye. Böyle beyler dolanma bu çölleri.
Gördü babasının lalesi gelir, Rüqeyye bala, gelsin abin üstüne bala. Bu gece yana yana dilen ya Hüseyin, cezbedib aşina seni lehni sedayı aşina, eşkile kulak asaya. Yüreğime kurban olum ay İmam Hüseyin ananın ləyaqətli aşinləri, cezbedib aşina seni lehni sedayı aşina, xaneyi eşkiden işıq saltı olurdu bəlməla, oldu çırağı nur ilə ol qıza rəhnuma Hüseyin. Neylədir Rüqeyyə? Tapdı nişan-ı nur ilə məkdən arab babasını. O səs ki gelmişti, o ses gelen yere taraf geldi. Geldi gördü məkdən arasında babasını. İsti günler altında kalan neşri. Baba, baba, gördü çukur mekanide kandırıp yarasını. Açtı yaralı şah iki bazıyı hak namasını, sinesine yapıştırıp doktor nevasını. Miskiniler dedi yokuz canıma ben feda. Hüseyin dedi babacan, Rüqeyye'nin canı sana kurban ola ay baba. Hiç haberim var senden sonra bize neylediler. Gemçilerle bana vay vurdular ay baba. Baba bir kollar baba, gösterdi kollar. Dedi harlaydın koşun gelip Xeymeri yandıran zaman, harlaydın koşun gelip Xeymeri yandıran zaman, at kabağında kızları çölde dolandıran zaman, meceli kuşu var eden ötürü kovup yoran zaman, baba rəxtimizi soyan zaman, gəmçiyle vuran zaman, yandım Allah, yana yana dilen ya Hüseyin. Elə bu ürəyinin sözlərindir xanım Rüqeyyə, ürəyinin sözlərindir, hayandaydım baba, hayandaydım bu ballı balaları çöllere kaçışan zaman, hayandaydım baba, rəxtimizi soyan zaman, gəmçeyle vuran zaman. Dedi birden merizi kardeşim o tutup odlanan zaman, sözüm bitirəm inşallah iltiması dua var. Ay bu gece imamın musibetinde yana yana ağlayanlar. Dedi vurdu bibim özün ola Xeymə alıllanan zaman. Dedi baba xeymelere od vuranda, xeymelere od vuranda. Axı o məlunlar xeymelere od vuranda balalar içərideydi, elə fikirləşməyin ha. O uşaqlar çıxdılar çölə xeymelere od vurdular, yox. O kadar onların qəlbləri daşlaşmışdı, o kadar vicdansız idilər ki, uşaqlar içərdə ola xeymələrə od vurdular. Allahu Ekber. Bu kadar müsibət olar. Uşaqlar içərdə ola Rüqeyyənin də ətəyi od. Bildizlər. O oddan sıçradı Rüqeyyənin də, yəni imkan tapa bilmədi. Elə yana yana dedi ürəyinin sözünü, elə o halda qaçdı. Rüqeyyə qaçdı. Dedi atacan, xeymələrə od vuranda mənim də ətəyim od tutdu. Dedi damenin o damenim, od tutub mənim
şöyle çekip yanan zaman Atacan emmelerim, anam, bacım kol kola bağlanan zaman Ata hayandaydın. Sen niye vermedin? Hani səslədi onda ya Hüseyin Adva qurban ya Abdillah Ələ-lənətullahi İstəmirəm, neçə günlərdir yorğunsuz siz də. Yorğun halda, mən də yorğun halda oxuyuram. Yorğun səsimiz də, özümüz də, atamız, anamız da, balalarımız da fəda olsun Əbə Abdillah'a. Amma istəmirəm sizdə bundan sonra çox yorum. Allah hamd verirəm İmam Hüseyin ağanın o müsibətinə, məzlumiyyətinə neçə günlər ya Abdillah. Məxsusən mən üzümü tuturam zamanəmizin sahibi İmam-ı Zaman ağaya. Allah özü zağ eləsin. İmam-ı Zaman ağanın qəminə şərik olmuş neçə günlər. Mən gördüm əziz qardaşlarım, böyüklərim, ağsaqqallarım, dəyərli qardaşlarım, gəldiniz, iştirak elədiniz. İnanın Allah'a ki, İmam-ı Zaman ağamızın yanında oldunuz. Bu doğrudan da böyük bir şərafətdir, heç kəsə nəsib olmayan şərafətdir. Allah sənə and verirəm. İmam Hüseyin ağanın məzlumiyyətinə buna gələn qardaşlarım, bacılarımın ürəklərində nə hacət və mətləbləri var. İmam Hüseyin ağanın əli ilə rəva ilə inşallah. Çəkildi Şamə Qatar-ı Zeynəb